2020-ci ilin 2-ci Qarabağ müharibəsinin 15-ci günündə Azərbaycan ordusu cəbhədə mühüm irəliləyişlər əldə etdi. Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Doşulu kəndi və Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli və Ciraquz kəndləri işğaldan azad edildi. Bu uğur Azərbaycanın strateji üstünlüyünü artıraraq düşmənin müdafiə xətlərini zəiflətdi. Eyni zamanda Ermənistan silahlı qüvvələri Tərtər şəhərinin qəbristanlığını ağır artilleriyadan intensiv atəşə tutdu. Bu hücum nəticəsində 4 mülki şəxs həlak oldu, 4 nəfər isə ağır yaralandı. Mülki infrastruktur ciddi ziyan gördü, bölgədə gərginlik daha da artdı. Azərbaycan prezidenti İlham Əliyev öz rəsmi Twitter səhifəsində xalqa müraciət edərək Azərbaycan ordusunun qələbə əzmini və ərazi bütövlüyü uğrunda mübarizəni vurğuladı. Xalqın ruhu yüksək idi və ordunun uğurları milli birlik və qələbə inamını daha da möhkəmləndirdi. 15-ci günün sonunda Azərbaycan ordusu həm döyüş meydanında əhəmiyyətli irəliləyiş əldə etdi, həm də xalqın qələbəyə olan inamını gücləndirdi. Bugün müharibənin strateji dönüş nöqtələrindən biri kimi tarixə yazıldı.